Ərəblər gəlməyib sənin evə? İndiyəcən götürməmişəm. Götürmə. Onlardan pinti bir toplum görməmişəm, yəni bu kirayə ev sistemində. Ayaqqabı ilə girib pastelə. Hətta mən xaricə getdiyim evdə görmüşəm Airbnb-də, onlar da bəziləri var ki, ərəb götürmür. Çünki bu insanlar deyir pul verim, yəni pul verim, evi püskünə qoyum. Yayda bir qonaq gəldi, biz şəxsiyyət vəsiqəsini atdı, bron elədik. Ailə dedim okey. Dedi şeydən gəlirik, xaricdən gələcəyik. Biz də varmadıq ki, bu hansı xarici ölkədir, mənə maraqlı deyil ki. O gəldi, işçimdir ki, bir nəfər var, bu yoldaşıdır, Azərbaycanlı tutub. Deyəsən bu ərəbdir. Artıq gəlib də, bu qonaq ödənişini eləyib. Bu Azərbaycandan evlidirsə dedim şey deyil də. Ya problem olmaz. Ya problem olmaz. Yəni Azərbaycanlı ilə gəlib də, bu yəni ailədir. Çıxanda bir də görmüş ayaqqabı ilə girib pastelə. Ayaqqabı izləri var şeydə, pasteldə. Kömürü nə bilim töküb hovuzun içinə, nə qalaya bilmir şeyi. Yəni mən orada bir günün onun gəlməsin, o pastellərin hamısını, örtüklərin hamısını dəyişdi yeniləri ilə. Yəni yuyulası deyildi də.